Kemal, son zamanlar sosial şəbəkələrdə qadınlar Quran dərsləri keçirirlər. Özlərini göstərmirlər. Məncə qadının səsi övrətdir. Qadının səsi övrətdir. Əgər keçmək olar, problem yoxdur, keçə bilər, özünü göstərmirsən səsinə. Amma belə şey girməsin də, yəni bizim kimi açıb belə canlı eləməsin də. Canlı keçsin. Belə eləməsin. Amma məsələn eləyə bilər, qrupa kimi yarada bilər. Məsələn qadınların qrupu, oradan məsələn keçsin olar. O daha yaxşıdır. Yəni bunlar hamısı bu tədbirlər ona görə görülür ki, şəriət tərəfindən ki qadın kişi qarışmasın bir-birinə. Çünki fitnədir, o qədər söz-söhbətlər olur, o qədər şeylər çıxır ortaya. Şəriət bütün bu şeylərin qarşısını sənə alır əvvəlcədən ki, sən eləməyəsən bunları. Tamam qardaş, mən 40 yaşında namaza başlayıram, 45-50. Keçmiş namaza qaytarmaq lazım deyil də, yox. Çox şeyli ondan məşğul olur. Yox, ehtiyac yoxdur. Yox, ehtiyac yoxdur. Yəni ki, Allah Subhanahu taala sənə nə vaxt hidayət veribsə, 50 yaşında sənə hidayət verib. Ehtiyac yoxdur. Məsələn, sən ondan qabaq 49 ilin namazını qılasan. Yəni belə bir şey ehtiyac yoxdur. Sən ona vaxt çatdıra bilməzsən, həm yorularsan, bu sənin üçün əziyyət olacaq. Yəni Allah Subhanahu taalanın dini asandır. Peyğəmbər sallallahu əleyhi və səlləm yanına gəlirdi insanlar, deyirdilər ki, ya Rasulullah, sən elə bir adam görmüsən ki, dünyada böyük və kiçikli günah qalmasın, hamısı eləsin. Deyir, bu mənəm deyir. Deyir, elə dünyada elə bir böyüklük, kiçiklik günah yoxdur ki, mən eləməyim, hamısı eləmişəm. Və gəlmişəm, indi sən yanıma tövbə eləmək istəyirəm. Allah Taala mənə bağışlayacaq. Deyir, bəli, sən əgər səmimi tövbə edib Allahdan bağışlanmasan, Allah Taala sənə bağışlayacaq. La ilahe illallah Muhammed Rasulullah deyib səni çıxıb gedirdi və salam. Və Peyğəmbər sallallahu demirdi ona ki, get 49 ilin namazlarını təzədən qılarsan. Yox, bu əziyyətdir insana. Sən elə tövbə elədiyin vaxtdan ibadətləri qoru. Nə qədər qalırsa da onu. Bəli, nə qədər ömrün axırına nə qədər qalır. Əbu Hureyra radiyallahu niyə görə? Çünki insanlar rahatlaşmasınlar. İnsanlar rahatlaşmasınlar ki, hə. Amma mənim Peyğəmbər sallallahu əleyhi və səlləm qətimə var. 40 yaşda başlayıb namaza. Və peyğəmbərlik verildi. Sonra qabaq namaz qılırdı. Peyğəmbərlik yox, peyğəmbərlik verilən. Ondan qabaq ibadət eləyirdi, amma o ibadətdən deyil, hansı ki. Yəni bizim elədiyimizdən deyil. Bəli, belə qaytarmır. Mən bir də görsə belə gedən kimsə görürsə ki, bu əməl haramdır, bu eləməyənəmdən çəkinirsən. Həmin adam bu əməldən tövbə eləyir, çəkinir. Mən biraz sizə baxsam, misal, səhər tövbə eləyir ki, axşam səndən yenə o əməldir. Sən qardaşlar, səhər tövbə eləyir. Sən qardaş ki, Allah Subhanahu Rahman və Rahimdir, Allah deməsi tövbə eləsin bağışlayır. Səndən yenə tövbə eləyir. Yəni bu həmin hal üçün. Yox, tövbə qapıları qiyamətə kimi açılır. Və yaxud da insan bu dünyadan köçənə qədər tövbə qapıları açılır. Sadəcə, yəni insan ondan istifadə eləməməlidir. Allah bağışlayanda yox, bu gün tövbə elədim, sabah getdim təzədən o günah. Bu göstərir ki, sən tövbəndə səmimi deyilsən. Səmimi tövbə odur ki, sən o günahdan artıq nifrət edəcəksən, uzaqlaşacaqsan. Tövbə budur. İnsan içkidən tövbə eləyir, 10 gün keçir, üstündən gələn içki içir və ya siqaret çəkir. Səmimi tövbə eləsən, Allah üçün tövbə eləyən insana Allah Taala kömək eləyəcək o günahı tərk etməyə. Amma sən səmimi eləməyəndə, biluzu eləyəndə o qayıdacaqsan. Boş söhbətdir özünə məsələn. Bəli. Bir qardaş, o hər günah üçün tövbə, nə qədər tövbə böyük günahlara aid deyil. Yoxsa məsələn istiğfar var, bir də var tövbə var. Bağışlama deyil, bir də tövbə etmə. Çünki yox, bir var məsələn günahdan tövbə edəndə o adiləşir. Bir məsələn var, insan qeybət eləmisən, nəmmamlıq eləmisən. Bilirsən ki, böyük bir günah eləmisən. 2 rükət tövbə namazı qılıb Allahdan bağışlanma diləmək gözəldir. Bir də var ki, sən gündəlik əstəğfurullah, əstəğfurullah, əstəğfurullah və atub eləyək, bu zikirlər edirsən, Allahdan bağışlanma, istiğfar edirsən. Bu da məsələn gündəlik sənin həyatında nə qədər özündə eşidirsən axı. Kimsə qeybət eləyir, eşidirsən, bu da günahdır. Söyüş kimsə söyürsən də eşidirsən, yalan danışırsan da eşidirsən, hamısı eşidirsən də. Qulaqların eşidir. Reaksiya vermirsənsə, susturmursansa, bunlara görə sən də günah qazanırsan. Ona görə əlbəttə ki, o gündəlik də əstəğfurullah demək, namazları qılmaq, bunlar hamısı ona bağışlanmalı. Səhər axşam zikirlərində olan əstəğfurullah zikir var ya. Bu Peyğəmbər sallallahu dediyi gündə 70 dəfədən artıq Allahdan bağışlanma tövbə edirəm deməyi bundan əlavə götürürlər. Hə. Bundan əlavədir də, yəni səhər axşam zikrinə əlavə insanın gün ərzində istiğfar tövbə eləməli. Bir də qardaş, bu yaxşı mövzuya toxunsun. Bu qeybət məsələsi. Yəni belə deyək də, bəzən adiləşir, nə mənada adiləşir? Bəzən söhbətin əvvəli bir insan barədə başlayanda xeyir kimi başlayır, amma o xeyirdən kənara çıxır da. Çünki biri zəiflik görsə, bir də artıq bu
biz bunu hər dəfə həmin adamdan misal üçün bilmirik də, nə olsun ki, məsələn, qardaşdır, görün söhbət düşür. Bundan deyək ki, bir dəfəlik halıq alsaq və yaxud da ki, halıq almışıqsa təkrar bir də tövbə şey eləmək, yəni deyin kimi iki rükət namaz qılmaq. Yəni, çünki demək olar adiləşib də, bunu etiraf edirlər ki, deyək ki, kiminsə danışırıq, arasında birinin yoxsanı da gedir. Xeyir fikirləşdiyimiz adam əslində qalanda qeybət gedir. Bəzən yoxsan qırarıq, olmayan şey də. Hə, yəni qeybət gedir, o fakt bu bizdə adiləşib. Yəni olmaz da, olmaz. Gərək özü qoruyasan elə şeylər. Çünki o şeylər sənin mükafatlarını, savablarını aparır. Yəni, sənin xeyirli işlərini aparır. Sən buradan savab işlər görürsən, yaxşı işlər görürsən, amma bir yandan da qeybət edirsən, kimisi daha danışsa və qeybətə qulaq asırsan, o savabları da güb aparırsan, yaxşı işləri. Yəni, ona görə gərək eləməyəsən. Mən bir də kimin haqqından sözlə mamlıq eləmişsə, qeybət eləmişsə, iki rükət namaz yox, tövbə eləyəndə o məsələ bağlanır. Yəni, tövbə eləmişəm, əlbəttə ki. Amma indi o məsələ də var da, yeni gedib qul haqqı var da, gedib ondan halala alma söhbəti var da. Sən bilirsən ki, alson problem olmayacaq, gedib alasan. Yox, əgər bilirsən ki, daha da dəyişə bilər, problem olar. Onlarda yaxşı danışırsan da o. Uca başlasan, kimin yanında pisini danışmışsansa, deyirsən, qardaş, mən onun haqqında belə danışmışam, bağışlayın, səhv eləmişəm, o belədir, 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 əks eləmişəm. Heç bir şey, qardaşlar, mən də gedim, Allah sizdən razı olsun. Allah sizdən razı olsun. Hə, bir dənə çay içib gedim, Allah razı olsun.